İndi davam edək. Ümumi tədris proqramı haqqında məlumat verəcəm sizə. Hansı ki, hansı proqramlarda nələri bilməlisiniz, nələr öyrədilməlidir və yaxud da bizdə nələr öyrədilir o haqqda. Word-də. Baxın, ümumiyyətlə, bayaq da qeyd etdiyim kimi hər bir proqramda ayrı-ayrı, hər proqramda var. Ya sıfırdan tam öyrənmək istəyirsiniz, ya da sırf iş üçün lazım olan hissələri, funksiyaları. Bəzən olur ki, tələbə deyir ki, mənə yəni əlavə şeylər lazım deyil. Yəni belə deyək, beynimi boş-boşuna doldurmayım. Sırf mənə nə lazımdır iş üçün onları öyrət. Onun proqramı ayrıdır. Amma tam sıfırdan hər tərəfli istəyirsinizsə, təbii ki, bunun proqramı ayrıdır. Ümumiyyətlə Word proqramında siz dedik ki, Word vacibdir. Siz orada əsas və köməkçi tabların hər birini bilməlisiniz. Və onsuz da bir aya maksimum 2 aya yəni zaten onu öyrənəcəksiniz. Sonra sənədlərin hazırlanmasıdır, redaksiyasıdır, çap əməliyyatlarıdır, sənədləri göndərməkdir. Məsələn, göndərməyində formaları var da, məsələn ki, WhatsApp-dan və ya Telegram-dan birbaşa maillə göndərmək və yaxud da hər hansı bir başqa şəbəkə vasitəsilə, başqa proqram vasitəsilə kiməsə göndərmək və s. Yəni bunların hər biri Word proqramında öyrədilir. Yəni istəyirsiniz bir aylıq kursu götürün və yaxud da bir neçə günlük. O baxırda indi belə deyək, bəzi kurslarda hə konkret deyirlər ki, Word 1 ay tutaq, Excel 2 ay, PowerPoint 1 ay və s. Bizdə elə deyil. Biz elə deyə bilmərik. Çünki hər tələbənin qavraması da fərqlidir. Tamam, biz zəmanət veririk. Amma baxır hansı iş üçün istəyir və hansı səviyyədə istəyir. Bütün, misal üçün, biri tam sıfırdan ali səviyyəyə kimi istəyir, hər şeyi ətraflı öyrənmək. Biri sadəcə iş üçün istəyir. O ikisini də eyni qrupa salmaq düzgün deyil. Ona görə hər tələbə dərsə qoşulanda onunla birinci sınaq təşkil edirik. Tək-bir-tək müəllimlə söhbət aparırıq ki, siz hansı formada istəyirsiniz, nə üçün istəyirsiniz? Ona uyğun ona proqram yazırıq. Bir materialı bütün tələbəyə göndərmirik, göndərə də bilmərik. Çünki hər tələbənin başa düşmə səviyyəsi, qavrama səviyyəsi fərqlidir. Yəni bunlar nəzərə alınmalıdır. Təkcə bizdə yox, ümumiyyətlə məktəbdə də, universitetdə də, hansı bir kursda da, abituriyent hazırlığında da biz çalışırıq ki, hər tələbənin öz yaş səviyyəsinə uyğun, qavramasına uyğun biz ona material verək, konspekt hazırlayaq. Misal üçün, universitet tələbələri var ki, onsuz da onlar, belə deyək də, bəzi yaş dövrü var ki, onlara nisbətən daha çox indi 30 plus götürülür. Onların qavramasına nisbətən daha güclü olur. Yəni bu, yəni belə deyək də, sübut olunmuş bir şey. Çünki onların beyni açıqdır, yəni aktivdir. Onlar daha çox öyrənməyə meylli olur. Ondan əlavə, yəni beyinləri hələ ki, belə deyək də, Lori dilində yer var. Yəni məlumatları götürə bilərlər. Onlara biz daha çətin materialı verə bilirik, məlumat verə bilirik, elmi formada yazılmış konspekt verə bilirik. Amma kim ki heç məlumatı yoxdur, heç kompüterlə əlaqəsi yoxdur, smartfon və telefonları belə işlədə bilmir, təbii ki biz ona ayrı materialı verə bilmərik. Onun səviyyəsinə uyğun, onun başa düşəcəyi dildə material veririk. Yəni bunlar fərqlidir. Ona görə biz adətən yəni mütləq və mütləq sınaq dərsində onları nəzərə alırıq. Tələbə ilə indi deyirik ki, sınaq dərsi tələbənin bazasını yoxlayaq, nə bilir, nə bilmir, hansı səviyyədə istəyir. Tələbələr deyir ki, mənə sınaq lazım deyil, birbaşa dərsə at. Mən onsuz da heç nə bilmirəm. O belə düzgün deyil. Yəni biz ondan mütləq fərdi söhbət aparmalıyıq ki, buna nə üçün lazımdır bu proqramlar, hansı səviyyədə bilmək istəyir və ona uyğun proqram yazırıq. Qane eləyirsə, hə, qoşular, eləmirsə yox. Yəni bizdə əsas məqsəd tələbə hansı səviyyədə istəyirsə, ona daha doğrusu hansı səviyyədə lazımdırsa, o səviyyədə öyrənməsidir. Sonra Excel proqramında bayaq qeyd elədim, 6 aya kimi gedir ali səviyyə. Bu mütləq deyil. 1 aylığı, 2 aylığı bilməlisiniz, hə. Əsas və köməkçi tablardır, cədvəllərin hazırlanması, pivot table, diaqram, hesablama əməliyyatları, funksiya. Və burada onların hamısı 2 aylıq Excel'in proqramıdır. Amma siz desəz ki, yox, mən 1 aylıq Excel istəyirəm. Orada sadəcə əsas tablardan bir hissə, həmçinin köməkçi tablardan cədvəllər hazırlanması, cədvəllər üzərində iş, bir də hesablama əməliyyatı aiddir. Bu funksiyalardır, pivot table'dır, diaqramdır. Bu artıq ikinci ay keçirilir bunlar. Bəzən işçiyə lazım olur, bəzən olmur. Sonra PowerPoint-də də sırf yəni təqdimatın hazırlanma metodikasını istəyirsinizsə, ardıcıllığını, bunu 3-4 dərsə də bitirə bilərsiniz. Amma yox, tam dərin bütün tabları istəyirsinizsə, bu zaman 1 ay vaxt alır. Ona görə də məhz standart ofis proqramları 3-4 aylıq kurs şəklində olur. Word-də 1 ay, Excel-ə ay yarım, PowerPoint-ə yarım ay. Yəni standart paket olanda bu şəkildə olur. Və yaxud da tələbə sıfırdırsa, heç anlayışı yoxdursa, əlavə olaraq Windows-u da istəyirsə, internetlə işləmədir, Google hesabı açmaq və s. bunlar da istəyirsə 4 aya kimi çəkə bilir. Bu da bayaq onsuz da qeyd etdiyimiz kimi ofis proqramlarını bilmək həm
təkcə ofis və iş həyatında deyil, həm də şəxsi inkişafda, təhsildə daha məhsuldar olmamıza kömək edir. Bu proqramları bilmək həm zamanın idarə etməsinə, həm məlumat analizi, yaradıcı düşünmə, komanda işində bacarıqların inkişaf etdirilməsinə, gələcəkdə daha uğurlu və səmərəli bir karyera qurmağımıza imkan yaradır, imkan tanıyır. Diqqətiniz üçün təşəkkürlər. Bura kiminsə nəsə sualı var? Yoxdursa, indi mən sizə bir-iki məsləhət deyəcəm. Mhm. Sual var, kiminsə varsa yaza bilər. Qrupda da qeyd edildiyi kimi sizə dərs proqramı haqqında məlumat verəcəm, paketlər haqqında. Çünki yazıb soruşan çox idi. Ki, yəni dərslər, hansı dərslər var? Məsəl üçün, müəllimlər üçün, tələbələr üçün və s. Baxın, dəqiqə suallar, suallar yoxsa mən ora keçid eləyim. Əgər ümumiyyətlə iş üçün və yaxud da özünüz üçün tam şəkildə, məsəl üçün, CV-də qeyd olunsun və yaxud da müsahibədən uğurla keçəsiz istənilən bir iş üçün və s. ofis proqramlarını öyrənmək istəyirsiniz. Baxın, iki formada var. Ya sıfırdan tam ətraflı proqramı bitirmək, ya da ki, sıfırdan sırf Word, Excel, PowerPoint bu üçünü müəyyən səviyyə kimi öyrənmək. Bunlar fərqli-fərqlidir. İndi hər birinin qiymət cədvəlidir, dərs saatlarda onları qrupa deyəcəm göndərsinlər. Yəni bunu seçim eləyə bilərsiniz. Yəni ya tam sıfırdan mükəmməl, təbii ki, bu olsa daha yaxşı olar. 3 aylıq çəkir. 3 ay müddət tələb edir. Bayaq etdiyim kimi Word 1 ay, Excel ay yarım, PowerPoint yarım ay. Və yaxud da Windows-la deyək ki, internetdə, Gmail, onlar da sığışdırsaq, elə hərəsinə 1 ay düşür. 3 aya, 4 aya tam şəkildə sıfırdan öyrənə bilərsiniz. Yox, amma desəz ki, sırf mənə iş üçün ancaq Word, Excel, PowerPoint, konkret o CV-də qeyd olunan proqramlar var. Müəyyən səviyyədə lazımdır əsas hissələr. Bu da yenə 3 ay sadəcə dərs saatları fərqlidir. Birində saat yarımdır, birində 1 saatdır. Sonra müəllimlər üçün əgər tələbəsinizsə, müəllimsinizsə, sizə elə İKT lazımdır. İnformasiya kommunikasiya texnologiyası. Bu nədir? Burada da ofis proqramı var. Amma müəllimlərə Excel hər müəllimə lazım deyil. Onu sonradan siz əlavə eləyə bilərsiniz. İKT üçün, yəni müəllim üçün, hal-hazırki gənc dövrün müəllimi üçün, tələbəsi üçün bilməlisiniz Word, PowerPoint, Canva. Bunları mütləq şəkildə. Windows-u bilməlisiniz. Çünki Windows-da papkanın yaradılmasıdır, məsəl üçün ekranın parollu, dil dəyişmək və s. Bu kimi xırda nüanslar var ki, bunları bilsəz yaxşı olar özünüz üçün. Və internetdən istifadə, süni intellektdən istifadə Zoom proqramı. Ən çox dərslər Zoom. Zoom və Google Meet. İndi onlar arasında seçim edirik də. Bəzən olur ki, ikisini də keçirik və yaxud da seçim edirik, birini keçirik və s. Yəni, vacib olan İKT-dir. Bunu bilsəz, çünki orada əlavə şey öyrədilmir. Siz paketi götürsəz, 3 aylıq, 4 aylıq ofis proqramları paketini, orada hər şey var. Amma siz müəllimsizsə, yəni orada əlavə hissələr sizə lazım deyil. İKT sizə kifayət eləyir. Həmçinin tələbəsinizsə. Yox, müəllim deyilsinizsə, tələbə deyilsinizsə və yaxud deyək ki, tələbəsiz başqa müəssisədə işləmək istəyirsiniz, onda hə, təbii ki, 3 aylıq paketi alıb ətraflı şəkildə öyrənməniz daha məqsədə uyğundur ki, bu gün sabah müsahibə olanda, imtahan olanda uğurla keçib işə qəbul olunasınız. İndi suallarınıza baxaq. Yazmısınız ki, Excel, təkcə Excel. Hə, təkcə Excel. Əgər məlumat yoxdursa, tam baza sıfırdırsa, sırf Excelin ilkin anlayışını istəyirsinizsə 1 aylıqdır. Yox, biraz dərin formada funksiyalar filan da öyrənmək istəyirsinizsə 2 aylıq kifayət edir. Mən məsləhət görərdim ki, məsəl üçün 2 aylıq deyirsinizsə çətinlik çəkirəm. Bəzilərinə əslində Excel rahat gəlir, əksərən amma çətin olur. Yəni çətin gəlir. 2 aylıq proqramı bitirirsiniz. Excel haqqında yetəri qədər məlumatınız olur. Mən sizə demirəm 6 ay, 3 ay gəlin. 2 aylıq proqramı bitirirsiniz. Məlumatınız olur. İnşallah hər hansı bir işə də qəbul olanda onsuz da 2 aylıq proqramdan qəbul olacaqsınız. O 100%. %1, 99%-dir. Sonra orada sizə əgər biliniz kifayət eləyirsə bəsdir. Yox, kifayət eləmirsə, desələr ki, filan mövzuları da öyrən. Gəl, onsuz da orada deyəcəklər sizə. Hə, onda əlavə 1 aylıq kurs götürə bilərsiniz. Və yaxud da ola bilər ki, iş müəssisəsinin özündə öyrədirlər. Amma mütləq 2 aylığı bilməlisiniz ki, belə deyim, işə qəbul olunasınız. Ən azından bazanız olsun, möhkəm olsun. Mənim kompüterimə fail PDF atıram, onu qarışıq kod hərf göstərir, nədəndir bilmirəm. Şrifti fərqlidir. Çünki o Word başqa
kompüterdə yazılıb. Deyək ki, Azərbaycan şrifti ilə, Times New Roman'da, Arial'da və s. Orada sırf bir-iki dənə Azərbaycan şrifti var. Ondan yazılıb və o sizə göndəriləndə sizdə həmin şrift yüklənmiş deyil. Ola bilsin ki, kompüter sistemi köhnədir. Onda avtomatik orada kod kimi göstərir və yaxud da baxacaqsınız ki, Azərbaycan hərfləri kvadrat şəkildə göstərir. Ə hərfi, Q hərfi hamısı kvadratdır. Hərflər tam düşmür. O adətən tərcümə eləyəndə olur, Kiril əlifbasını və yaxud da xarici dil tərcümə edib yerləşdirəndə də olur. Bir də ki, misal üçün mən yazıram azla az time şrifti var məndə, Azərbaycan şrifti. Onu özüm yükləmişəm. Məsələn, o bəzi kompüterlərdə yoxdur. Mən onu yazıram ki, məsələn göndərəndə həmin kompüterdə həmin şrift yoxdursa, yazı orada kod kimi düşür və yaxud da başqa formada düşür. O ola bilər. Şriftin olmamasından irəli gəlir. Sizə ki, kim o PDF-i göndərir, şrifti dəyişsin, göndərsin. Yazının formasını Arial eləsin, Times New Roman eləsin, yəni bütün belə deyək də sistemlərdə açan şrift forması eləsin. İKT dərsi almışam. Aha, lap yaxşı. Yəni müəllimlər üçün, tələbələr üçün ən yaxşısı İKT-dir. Başqa kiminsə nəsə sualı var? Siz sağ olun. İndi sizə cədvəli göndərəcəklər, çünki bu təlimdə iştirak edənlər, həmçində məqsəd oydu ki, yəni belə deyək də, kim ki iştirak edəcək, onlara sonunda hədiyyə kimi kuponlar veriləcək. İndi onsuz da hər birinizin adı var da, yəni qrupda qeyd olunub. Həmin məlumatlar sizə göndəriləcək. Kompüter kursu sıfırdan tam səviyyə, əsas hissə və yaxud da İKT təlimi. Onlar haqqında dərslərin cədvəlləri var, hansı ki müddəti nə qədərdir, həftədə neçə dəfə, neçə saat olur və s. və ödənişlər barədə neçədir və endirimlər sizə neçə olacaq. Yəni bu qiymətlərdən ay sonuna kimi yararlana bilərsiniz qeydiyyatdan keçib. Çünki ilin son kampaniyasını məhz sizə həsr etdilər, sizə həsr olundu. Ay sonuna kimi qeydiyyatdan keçib, noyabrdan etibarən həmin dərslər, istənilən dərsə başlaya bilərsiniz. İstər fərdi, istər qrupla. Sadəcə böyük ehtimal limit olacaq. Hər proqram üzrə 10 nəfər nəzərdə tutulur həmişə. Ona görə əgər fikriniz olsa əvvəlcədən qeyd eləyərsiniz. Niyə Canva-da hazırlanan CV-lər işə qəbul sistemlərində görünmür? Hansı sistemdə? Ümumiyyətlə, CV hazırlayanda CV-nin iki forması var da. Ya Word-də cədvəl şəklində hazırlayırıq, ya da ki, müasir CV, Canva-da hazırlanan CV. Düzdür, əksər müəssisələr elə müasir CV olsun istəyir. Həm görünüş də daha yaxşı görünür. Həm də ki, yəni müasir belə deyək də tələblərə cavab verir. Amma ki, bəzən olur ki, bizə konkret keçmişdə CV necə olurdu? Cədvəl şəklində Word-də yazırdılar və yaxud da əl yazma yazırdıq. Bütün çap yerlərində var. O formada tələb edirlər. Çünki orada çox məlumat yazmaq olar. Yəni, müasir CV-lər bir uzağı 2 səhifə olur, amma digərlərində 3 səhifə, 4 səhifə, 5 səhifə, yəni CV-nin formasını belə deyək də vərəqlərin sayını artırmaq olur. Çünki cədvəl şəklində cədvəl doldurursan. Yəni, məlumat çox olduqca da artıq növbəti səhifəyə keçid edir. Bəzən olur ki, həmin bəzi müəssisələr var ki, onlar müasir CV-ni qəbul eləmir. Çünki orada tam aydın yazmaq olmur bəzən, əgər məlumatınız çoxdursa. Şəxsən mən misal üçün özüm haqqında CV yazanda müasir CV-ni istifadə edə bilmirəm. Yazıram müasir CV-də. Amma məlumatlar çoxdur deyə 2 səhifə müasir CV-də elədir ki, 2 səhifəni keçməməlidir. 1-2 səhifə olmalıdır. Yəni 2 səhifəni keçir. Bunu da keçməməsi üçün gərək yazının şriftini kiçildək və yaxud da biraz sıxlaşdıraq. Onda da CV-nin görünüşünə təsir edir. Ona görə əvvəlki CV formasından istifadə edirəm ki, yəni 4 səhifə, 5 səhifə tamamilə dolur. O olar. Amma müasir CV formasında onu eləmək qəbul olunmur 2 səhifədən çox. Hə, ola bilər. Çünki bayaq qeyd etdiyim kimi də, məsələn, deyirsiz, şirkətə aid süni intellekt sistemləri ilə yoxlayır CV-ləri. Orada çox məlumatı yazmaq olmur. Çünki rəngin effektidir, şəkilli, yer bayağı çox tutur. Plus arada xətlər falan olur, görünüşə də təsir edir. Yazının ölçüsünə falan çox. Əgər məlumatınız azdırsa, hə, müasir CV-də yazırsınız, biraz dolğun göstərmək olur elə.
Amma belə bütün məlumatlar detallıca, məsəl üçün təhsildir, iş yeridir, təlimlərdir, kurslardır, sertifikatlardır, hamısını yazırsınız. Artıq o müasir CV-də onu yazmaq yaxşı alınmır. Ona görə əvvəlki CV formasını istəyirlər. İndi ona nümunə mən sizə göndərərəm. Bugün yox, sabahda bir gündə göndərərəm. Məsələn, hər iki CV-yə aid nümunə. Baxarsınız, özünüz də görəcəksiniz ki, əgər birinin məlumatı çoxdursa, onun şirkətlər də təbii ki, hər şeyə diqqətini yetirir də, bu hansı təlimlərdə iştirak edib, hansı təcrübəyə sahibdir və yaxud da hansı kurslarda iştirak edib məlumatlar çox olur. Dedim ki, müasir CV-də onu yazmaq yaxşı çıxmır, yaxşı görünmür ətraflı. Amma əvvəlki formal CV-lərdə onu yaza bilirik cədvəl şəklində, çünki standart şablondur. O standart şablonun içini doldururuq. İstədiyimiz qədər cədvəl sətirlərin sayını artıra bilərik, sütunları, başlıqları artıra bilərik. O daha rahatdır. Amma adi yerlərdə tutaq ki, kurslara falan müraciət edirsiniz, kiçik müəssisələrə müraciət edirsiniz, onlar müasir CV götürür, tələb edir. Bir də məsləhət verərdim ki, yəni hər biriniz hazırlıqlı olun. Yəni həm Canva-da və yaxud Canva olmasın, başqa CV hazırlayan proqramlar olsun, həm də Word formatında o şablon formada özünüz haqqında məlumatları yazın ki, əlinizin altında olsun. Çünki o da risk lazım olur, sizdən CV istəyirlər. Gərək kiməsə yazdırtdırasınız və yaxud da özünüz oturub bir-bir onu yazasınız. Nəsə yadınızdan çıxır, çıxmır. Biraz qarışır. Yəni ümumiyyətlə hər kəs Aha, bəli, səsli sual verə bilərsiniz. Ümumiyyətlə, hər kəs çalışmalıdır özü haqqında. Kompüterdən, dəftərdən bir yerdə ümumiyyətlə qeyd eləyin. Nələrə qoşulmusunuz, hansı təlimlərə. Lap təhsilinizi belə qeyd eləyin. Neçənci ildə, harda, nə vaxt məzun olmusunuz, hansı ixtisas filan, bütün iş müəssisələri yazın. Çünki sonra sizdən istənilənəndə fikirləşirsiniz, tarixləri qarışdırırsınız, biraz çaşqınlığa düşürsünüz də, təlaşa düşürsünüz. Ona görə çalışın əvvəlcədən qeyd edin. Özünüz haqqında bioqrafiya yazın. Yəni bu həqiqətən çox yaxşı bir şeydir. Sonra CV-də istəyəndə, tərcüməyi halda istəyəndə, sizin haqqında nəsə bir sənəd istəyəndə əlinizin altında olur. 1-2 dəqiqənin içində onun üstündə düzəliş edib göndərə bilirsiniz. Yoxsa yadınızdan çıxıb, ta ki bu gün bu təlimə qoşuldunuz, gələn il nəsə də indi ta ki qoşulduğunuz təlimlər haqqında siyahı çıxarmalısınız. Artıq bu təlim yaddan çıxacaq. Və yaxud da o bir təlim yaddan çıxmış olacaq. Amma onların hamısını əvvəlcədən bir yerə qeyd etsəz, bu sizin üçün yaxşıdır. Bəli, Lamiyə xanım, buyurun siz sualınızı verin. Axşamınız xeyir bir daha. Axşamınız xeyir. Mənim sualım belə bir şeydir ki, əvvəllər əgər yadınızdadırsa, eyni ofisin içərisindəki kompüterləri bir-biri ilə bağlantı eləmək olurdu. Bəli, bəli. Hamı bir fayla, elə bil ki, bir sənəd toplusuna çata bilirdi. Hı -hı. Bunun müasir formada, yəni internet üzərindən belə bir hal-hazırda istifadə olunan proqram varmı ki, biz ora elə bil ki, bütün, yəni həm də save təhlükəsizlik cəhətdən normal bir proqram olsun ki, hamıya əl çatan sənədləri orada toplaya bilək. Yəni hamının eyni sənədidir, yoxsa necə tam olaraq başa düşmədim. Yox, məsəl üçün bir ofis daxilində deyək ki, məktəbi nəzərdə tutaq Hı da, -hı. deyək ki, məktəbdəki müxtəlif inzibati işçilərin hamısına aid olan sənədlər toplusunu bir platformada toplamaq üçün elə bir hal-hazırda e, həm də güvənliyi normal olan elə bir proqram varmı istifadə elədiyiniz? Yəni o Axisdir o. Bütün məlumatlar bazası Axis. Bilən Ən yaxşı. aksesdir. Sadəcə olaraq əvvəl stoslu kompüterlərdə idi və biz bunu rahat bir şəkildə üzerdə toplaya bilirdik. Hı -hı. Hamının da o üzər erişimi olurdu. Hı Hamı -hı. da girib hər hansısa bir sənəd axtaranda oradan şey deyə bilirdi, Hı götürə -hı. bilirdi. İndi ancaq stol üstülərlə o şeyi kontaktı tam qurmaq olmur. Lokal kontaktı. Hı -hı. Yəni mən də deyirdim ki, kurs olaraq da yəqin ki, özünüz də daha yaxşı bilirsiniz ki, Bəli. Access-dən başqa onlayn formada onları toplaya biləcəyimiz bir Yəni, platforma tam güvənilən varmı? deyə bilmərik ki, onlayn formada o. Yəni, çünki onlayn formada hər şeyin də təhlükəsizliyi qorunmur. Yəni, Yəni onu yəni müəyyən qədərini, məsəl üçün elə bir şeydən istifadə edirsinizmi ki, deyək ki, siz kursunuzun ümumi əlaqəsini siz də Maxis-lə edirsiniz, yoxsa başqa bir Axis-lə. platforma ilə mi Axis və Excel. edirsiniz? Ancaq ikisi. Çünki ən güvənilən onlardır. Yəni, o proqramlar sizə Ən yüklənmiş cəlbından olanlardandır. olar, ancaq kompüterdə yaranan ən kiçik belə cüzi bir problemdə silinə bilmə təhlükəsi altında olanlar da olardı. Mən Yox, çünki belə deyim də, siz Axis-də yaddaşda saxlayırsınız düzdür və yaxud da Excel-də. Onu PDF Hı -hı. formasına salıb D diskinə salırsınız. Kompüter format olunsa belə D diskindən silinmir. Nə qədər o D diskinə salanda da yəni üzerdə saxlamaq olmur. Bir də ki, mənim ən çox əziyyət çəkdiyim mən testləri adətən Formsdan tətbiq eləyirəm və Formsda ürəyim istəyən qədər şəkilli və materiallı bal vermə təşkil edə bilmirəm.
Nədə eləyirsiniz? Anlamadım. Microsoft Formsuna. Aha. Microsoft Formsuna tətbiq Hı eləyirəm hı. testləri. Aha. Orada tam yəni şəkilli testin açıq sualına e, meyar olaraq misal üçün bal vermək falan onlarda çətinlik çəkirəm. Hə, onu siz mənə şəxsi yazın. Mən elə video Hə, şəkli onlar yazarım. göndərim sizə. Yəni alternativ olaraq bir proqram axtarım, tapa bilmirəm. Google Forms məni qane eləmir. Microsoft Forms köçürmə cəhddən də hazırladığım faylı birbaşa olaraq Microsoft Formsa ötürə bilirəm. Hı hı. Onda da yenə bal vermədə və sual tipində çətinlik çəkirəm. Yəni bir dənə onu siz mənə yazarsınız, çünki onun videosunu atarsınız. Məndə də var o. Görüm eynidirsə elə onun videosunu çəkib ataram sizə. Olar, olar. Hı Elə hı. bil ki, bilirsiniz necədir? Misal üçün, mən testi hazır formada Word-dən köçürürəm də. Hı hı. Word-də hazırlayıram və bunu formsa atıram normal olaraq. Excel-də ata bilmirəm. Excel-də atmaq rahat mənə. Text Excel formasında mən formsa onu ata bilmirəm. Çünki Excel-də mən düsturunda verirəm hansı suala, hansı meyarda nə bal gedəcək. Aha. Mən onu formsa tam olaraq köçürə bilmirəm. Excel istəyir. Excel yox, Word istəyir məndən forms. Siz Excel-dəkini Word-ə köçürüb belə köçürün də. Genə orada da funksiyalarda qırıqlıq yaranır da Yox, məndə. yox, qırıqlıq yaranmır. Orada Excel-i kopyalayanda orada onu zaten göstərir ki, bunu olduğu kimi yazıq kimi mi köçürüm, düstur kimi mi köçürüm? Köçürmənin formaları var. Siz orada olduğu kimi yazını seçsiniz, necə yazmısınız elə köçürüləcək. Düstur belə olsa, görünüşdə nə görünürsə o köçürüləcək. Köçürmənin forması var. Adi qayda hə, təbii ki, Ctrl+C, Ctrl+V eləsəz düstur dəyişəcək və yaxud da hesablanan rəqəm zat dəyişəcək xanaya uyğun. Mən Ctrl+C, Ctrl+V-dən istifadə edirəm heç Yox, sırf düsturlardan. Ctrl+V-dən qabaq Ctrl+Alt+V-ni vurursunuz. Ctrl+Alt+V vuranda orada qeyd olunur Excel-də. Pəncərə açılır. Paste Special pəncərəsi açılır. Xüsusi əlavə Hayır, etmək. Oradan ən çox mənim seçirsiniz. problem çəkdiyim odur. Çünki hazırlayıram tam formada, Word-dən atıram, Excel-dən Word-ə, Word-də hazırlayıram, atıram. Bu dəfə də gedib suala bal verməyə düzəliş eləyəmirəm. Çünki hazır tekst atıram deyə sual tipini seçə bilmirəm. Əllə daxil eləmək də həm gecə olur, həm də ki Word-də Formsda baxmayın da, Word-də hazır formada səndə kompüterdə olur, amma Formsa onu bir-bir əllə köçürmək vaxt itkisi verir. Siz deyən kimi eləyərəm, Ha, yəni elə yaxşı olar. Excel-də yazın, orada Ctrl+C-dən sonra birbaşa V-ni vurmayın. Ctrl+Alt+V-ni vurun, orada gələcək ki, hansı formada əlavə eləsin. Orada olu seçməyin. Ol yazısı odur ki, necə var elə. Excel-də siz hesablama aparmısınız, axı düsturdur. Necə var elə deyəndə düstur kopyalanacaq. Düstur kopyalananda cavab da dəyişəcək. Çünki xananın ünvanı Həmin o dəyişir. 6 Hər şey üstü ünvanla. kimi. Yox, düstur kimi eləməyin. Orada sırf yazını seçin, orada yazı kimi gedəcək. Tamam. Teams Bir də ki, bu proqram. Hə. Excel-də mənim ən çox narahat edən şeylərdən biri deyək ki, işlədiyim yerdə avtomatik olaraq donma verir. Mhm. Və Cədvəl böyük mən kesin cədvəldir. sonra necə? Cədvəl böyük cədvəldir. Adətən böyük cədvəllər olur. Böyük cədvəllər işləyəndə donma verir və resentdən mən həmin faylı tapa bilmirəm. Tapanda da aça bilmirəm. Neçə Hə, dəfə o problemi e, yaşadım deyin. Excel-də ümumiyyətlə belə bir problem var. Bütün hamıda var. Axis biz ona görə Axis-dən istifadə edirik və Axis-də nə lazımdırsa onun müəyyən hissəsini Excel-ə köçürürük, o üzrə hesablama aparırıq. Axis-dən Excel Hər əslində görünüş etibarı ilə eynidir. Yəni biz cədvəli oxşar, bəli. Axis-də də eləyə bilərik, Excel-də də. Sadəcə Excel-də əgər misal üçün olur da 600-700 nəfərin adını yazırıq, 600-700 nəfər siyahıdan ibarət cədvəl donma verir. Biraz elə bir ki, bir neçə saniyə digərlərinə nisbətən cavab gec çıxır və ya donur, proqramda donma baş verir. Bu kompüterin özündən də ola bilər. O heç o ayrı. Amma sırf Excel-in özündəndir. Çünki Excel-də belə deyək də məhdudiyyət kimidir. Yəni çox cədvəlin içərisində məlumat çoxdursa, cədvəl çox böyükdürsə, o donma verir. Məhz ona görə biz Access istifadə edirik. Həm böyüklük, həm də fikir vermisinizsə, şitlər açanda, pəncərələr açanda, ondan çox pəncərə açanda artıq başlayır yüklənmə verməyə. Bəli, bəli. Çünki belə deyək də xanalar dolu olur və hamısını biz hər hansı bir hesablama aparanda Excel-də biz tutaq ki, bir xanaya belə ünvanlanıb hesablama aparsa, o bütün xanaları analiz edir. Və cədvəl də böyük olduğu üçün görün nə qədər xana var orada. Biz cədvəldə sətr var, sütun var, hamısının kəskinməsini hesablayanda mindən çox xana eləyir. Və o vaxt aparır və bir neçə pəncərəni eyni anda açıq elə etdikdə güc düşür Excel-ə. Sırf ona görə Access istifadə. Amma Access-də elə deyil. Access-də en sayda nə qədər istəyirsə məlumatları yaz. Orada donma vermir. Mən adətən Direkt verir.
Excel vururam, amma siz deyən kimi sınıyaram, Access-də yığaram. Ən Aksis'te tez yığın. Access Aksis'te çatdıra yığın, bilmirəm. hazırlayın. Urada hesablama olanda birbaşa Aksis'ten Excel'e period. Yani orada köçürün var Excel'e data hissədə. Aksis'ten məlumatlar bazasından götürmək. Götürüb o şəkildə hesablayın. Çünki onsuz da Excel'də cədvəl, əgər siz bütün cədvəldə bütün məlumatları yazmışsınız, onsuz da bütün xanalara ünvanlanmırsınız ki, hesablama aparanda. Nəyəsə əsasən Bəli, bəli. hesablayırsınız da bir neçə şərtə əsasən. Həmin şərtlərə uyğun xanaları seçin, yəni az yer tutsun, donma verməsin. Ona görə Axis-də hazırlayırıq. Hesablamaya keçid eləyəndə konkret bizə nə lazımdırsa, Excel-də data hissədən Axis-dən onu götürürük. Ha, çox sağ olun. Mən həqiqətən də indiyə kimi Access-də isə hazırlamağı düşünmürdüm. Yox, Amma sizdən Axis kimi yəni eləyəcəm. donma olmasın deyə Axis daha yaxşı. Çox sağ olun, təşəkkür. Sağ olun. Teams proqramında var, slide, PDF yerləşdirmək olur hamının e-maili ilə. Bəli, bəli. Ümumiyyətlə onlayn dərs platformalarının əksəriyyətində var. Başqa kiminsə nəsə sualı var? Tamam o zaman. Dərsin kaydları yüklənsin, onu qrupa göndərəcəklər. Dərsin materialını da göndərəcəm. Bir də o kampaniyalar haqqında məlumatı göndərəcəklər. Kim istəsə elə Aynur xanımla əlaqə saxlayır kursun özü ilə. E, Çünki noyabr ayından artıq dərslərə başlanılacaq. Sırf endirimli kampaniyanın dərslərinə. İlin son kampaniyası olduğu üçün. Kim istəsə yararlana bilər, faydalana bilər. Sağ olun o zaman. Gecəniz xeyrə. İnşallah ki qane olmuş olarsınız. Sağ olun müəllimə, xeyrət gəlsin. Sağ olun.